Kısa şəkildə diqqətlə qulaq asın. Son günlər görürəm ki, bu alçaq sülalə və onun tullantıları, yaltaqları, yultaqları durmadan deyirlər ki, Azərbaycanda iş çoxdur, Azərbaycanda işləmək istəyənə iş var, belə, heylə. Bir məsələni çatdırmaq istəyirəm ki, yaxşı, ay İlxoz Kolxozoviç Komsomolski, sənin ailən, sənin nəvən o restoranı açıb, onun üçün bir iş yoxdurmu? Gedə işləyə 300-400 manat maaş ala. Azərbaycan gəncləri gedib işləməlidirlər, 300-400 manat maaş almalıdırlar. Azərbaycan xalqının övladlarına səslənirəm. Azərbaycanın təbii sərvətləri əsasən də qara qızıl adlandırılan neft və qazdan hər gün Azərbaycana 70 milyon dollar pul gəlir. Hər gün. Və Azərbaycanda təsərrüfat kimi sayılan, yəni bu elmi dildə desək, 2 milyon 200 min ailə var. Yəni qurulmuş ailələr var, evlər var. Bunu hansı dildə anladım, bunu bilmirəm. Yəni 2 milyon 200 min ailə var. Və o gələn 70 milyon dolları 2 milyon 200 min ailəyə bölsək, gündə hər ailəyə 31 dollar pul düşür. Niyə bu təbii sərvətdən Azərbaycan xalqı, Azərbaycan gəncliyi, Azərbaycan tələbəsi, Azərbaycan pensioneri, Azərbaycan uşağı, gənci bəhrələnməməlidir? İlham Əliyevin nəvəsi 15 yaşında Azərbaycanın paytaxtı Bakının göbəyində özünə restoran açmalıdır. Niyə gedib sənin o nəvən, ay alçaq, şərəfsiz, niyə gedib sənin nəvən işləmir 300 manata, 300 manata. Amma sən deyirsən ki, Azərbaycanda yetərincə iş var, iş istəyənə iş tapılar. Ver oğluna bir restoranda qarsonluq eləsin, ya hər hansı bir firmada işləsin, 300 manatda maaş alsın. Və yaxud da o şərəfsiz deputatların, şərəfsiz sənin yaltaqlarının, Azərbaycanı talan edən şakalların övladları özləri, alçaqlar. Verin Azərbaycan xalqının haqqını.